müddətdir, bax sən izləyirəm də belə. Hə. Prosta maraqlıdır, yəni bu qədər kainatı görürsən, bu insanın özünü görürsən, bax belə özünə baxanda yəni da belə deyək də güzgüdəmi ya ətrafdakı insanlara bir yəni fikirləşirsən ki, bu gözəl quruluş necə öz-özünə yarana bilər, nətər ola bilər, yəni bax belə bir şey. Quruluş gözəl deyil, kaotik. Yəni standart cavab vermə də qardaşım, yəni. Hə, buyur. Əzim, sistem kaotikdir, kaotik. Yəni indiyənə qədər heç bir yəni insan Allahın yaratdığı mənim fikrimdə də, yəni Allahın yaratdığı insan heç bir insan Allahın yaratdığı bir necə deyim ağac olsun və yaxud da başqa bir şey olsun yaratmadı, yarada bilmədi. Allahın yaratdığı bir şeydən yarada bilmədi. Yəni. Alma yeyirsən sən alma. Ay yeyirəm, yeyirəm qardaşım. Almanı bax insan yaradıb. Sən yeyə biləcəyin almanı Allah yaratmayıbdı. Bu bir. İkincisi, bugün yediğin qida məhsullarının 80-90%'ni insan yaradıbdı. Xəbərin olsun. Başqa? Kökü hara gedir, Seviş? Kökü hara gedir? Kökü daha təkücəylərlərə belə deyək. Hə. Nə bilim valla standart cavab verirsən, yəni ona görə də yəni anlamaq çətindir. Valla. Uğurlarsan işte. Sağ ol. Sağ ol, sağ ol. Bilirəm anlamaq çətindir. TT buyur, xoş gəlmisən. Hoş günü ver arkadaş. Buyur, səni dinləyirəm. Mən neçə vaxtlardır səni dinləyirəm. Yəni düzdür, insanların qarşısına elə bir məntiqli cavablar çıxartsan ki, onlar sənin qarşında cavab verə bilmirlər. Amma əslində bura gərək birlikli olasan, birlikli sənin suallarının qarşısında cavab verə biləsən ki, bura qalxasan. Əgər cavab verə bilməyirsənsə, gərək qalxıb nə dinivi, nə Allahı, necə deyərlər ki, pis vəziyyətdə qoyub bu canlıdan gərək çıxmayasan. Aha. İndi o qardaş sənə dedi, sən dedin Almanı yaradan filan, basmaça, dedin o da tək hüceyrə irəlidir. Baxıb bu qardaş sənə dedi axı, bunun ən axır nöqtəsi haraya gedir çıxır. Bu hüceyrəlidir dostum, kimyasal reaksiyaya. Bildimi? O kimyasal reaksiyanı kim yaradır? Ay qaqa, kimyasal reaksiya tam olaraq nədir bilirsən? Qardaş, yox, sualına cavab vermə, xahiş edirəm. Ya bir-birimizi, yəni Nail buyur, xoş gəlmisən. Ay Nail. Bu da danışmır. Samir buyur, xoş gəlmisən. Vətəndaş. Karnınızda bir şey demişsiniz mı? Bugün de berbat başladık. Bugün de berbat başladık. Kamran buyur, xoş gəlmisən. Xoş gördük. Cevi, sənə salam vermirəm. Onsuz da sən ateistsən də. Belə bir şey deyim sənə. Belə özümə də maraqlıdır. Bu ateizmin bir dənə mənə xeyrini desəm, bəlkə mən də ateist oldum. Rasyonal və sorğulaya bilən bir zehniyyət. Cəv elə danışaq da, Cevik. O gün deyirsən ki, uşaq öldürənləri nə bilim Allah gördü, niyə icazə verdi? Mən o gün qulaq asıram canlıda. Mənim dinim, yəni uşaq öldürməyin əleyhinədir. Ancaq sənin ateizmində belə bir problem yoxdur. Allah yoxsa deməli nə istədin eləyə bilərsən. Ateizmin Mən bilmirəm nədir, o Gəl izah edeyim sənə. Gəl izah edeyim sənə. Birincisi, ateizm tanrı və tanrıları rədd edən fəlsəfi bir pozisiyadır. Əxlaq fəlsəfəsi başqa bir şeydir. Ateizm başqa bir şeydir. Nöqtə. Ateizm tanrı və tanrıları rədd edən fəlsəfi bir baxışdır. Nöqtə. Bir ateist olan bir vətəndaş əxlaqını,
Yaxşını, pisi öz xalqından, öz xalqının ədəbindən, ərkanından, öz cəmiyyətindən götürür, öz ailəsindən götürüb bilir. Və mənim ailəmdə və mənim cəmiyyətimdə uşaq öldürülməsi pis bir şeydir, düşmən belə olsa. Və mən bunu cəmiyyətimdən və ailəmdən öyrənmişəm. Yəni Azərbaycan xalqından. Çünki hər bir fərdi, hər bir vətəndaşı Azərbaycan xalqı yetişdirir. Dolayısıyla ailə ilə yanaşı da cəmiyyət yetişdirir. Və bizim cəmiyyətimiz törəsi gərəyi uşaq öldürülməsini, qadın öldürülməsini, qadın istismarını normal qəbul edən bir topluluq deyil. Amma gəlsək sənin dini baxışına baxsaq, Azərbaycan xalqı dinin bütün əmrlərini tətbiq edəsə, qadın da öldürə bilər, uşaq da öldürülə bilər, insan da öldürülə bilər. Məsəl üçün, Bəqərə surəsi 178-ci ayətdə qisasa qisas ayəti var. Qana qan, gözə göz, dişə diş ayəti var. O ayəti tətbiq edən bir müsəlman 2020-ci ildəki vətən müharibəsində erməni sivillərini öldürə də bilərdi, əsir götürüb, cariyə götürüb istismar edə bilərdi. Dini baxışdan heç bir problem yaratmazdı bu. Başa düşdün qardaş? Belə deyək də, mən başa düşdüm deyəndə ki, Çeviç, sən indi öz aləmində səhv tutursan kitabdan, bir-iki dənə səhv. Ancaq sizdə olan səhvlər, yəni bir deyil, iki deyil, daha çoxdur. Mən belə başa salım da səni. Biz kimik? Bax, ateizm. Bu ateistdən nədirsə, bu dinsizlik. Dinsizlik də, yəni mən elə başa düşürəm. Mən bilmirəm belə nə. Kamran, bir də izah edirəm. Bax, anlamayacaqsansa bir-birimizlə diyaloq qurmanın heç mənası yoxdur. Bir də izah edirəm. Mənim həyatımda ateizm bəlkə də 30-cu sırada gəlir. Onun önündə milli dəyərlər var, milli çıxarlar var, milli təhlükəsizlik var, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan ədəbiyyatının dərinliyi, Azərbaycançılıq, türkçülük və s. kimi şeylər var. Haralarda gəlir ateizm? Uzaqlarda. İndi gəldi yenə də başqa bir məsələni aydınlaşdırım sənin üçün. Ateizm əxlaq nəzəriyyəsi falan deyil. Bir adam ateist olub İslam əxlaqını bəyənib onu da götürə bilər. Mozambik əxlaqını bəyənib onu da götürə bilər. Mən Azərbaycan xalqının əxlaqı ilə böyüdülmüşəm, Azərbaycan xalqının əxlaqına uyğun bir adamam. Amma Azərbaycan xalqının da əxlaq anlayışı İslamla inteqrə deyildir. Çünki İslama qalası olsa biz qadın istismarını pik nöqtədə yaşayan bir ölkə olmalıyıq. Necə ki Səudi Ərəbistanda, Qatarda, Birləşmiş Ərəb Əmirliklərində bu var. Başa düşdün? Çeviç, mən başa düşdüm, sən mənə başa düşmürsən. Mən demək istəyirəm ki, qardaş, İslamın bəşəriyyətə olan Təşəkkürlər. Hüseyin buyur, xoş gəlmisən. Salam, axşamınız xeyir. Axşamı xeyir. Bir iki dənə sual verəcəm. Demək ki, coğrafiya, biyologiyanı oxuyun görəsən. Maraqlı. Bir milçəyi yarada bilərsən. Hə, dişi ilçək ver yaradıram. Sürü yenə yaradıram. İnsanlar dünyaya necə göz açıb? Kainat necə əmələ gəlir? Nədir əmələ gəlir? Hüseyin. Hal-hazırda əlimi açacağım, bax belə. Bəli, eşidirəm. Sən bir dənə Tanrı yedinin əlimdə bir dənə dişi milçək yaratsın, mən qalanını əli eləyərəm. Mən sənə sual verim. Mən bunlar deyirəm ki, insanlar dünya, bu kainat necə bir dünya əmələ gəlir? Bir milçəyi yarada bilərsən sən? Bir milçəyi. Deyirəm də yarada bilərəm. Hə, mən bir dənə dişi milçək ver, gör nə qəşəng yaradıram. Başqa bir şey var. Başqa bir sən Allahsızsan, sən Allahsız danışırsın. Hə, bilirəm, zaten xəbərdaram bundan. Bu yeni bir sürpriz deyil bu. Allahsız danışın. Alxas müəllim, xoş gəlmisiniz, necəsiz? Salam Sevinç, nətərsən? İşin gücün vəziyyətin. Çox sağ olun müəllim, yaxşı. Yaxşı ol. Bu deməli sənin apardığın işlər belə bir yenilik deyək. Yəni hələm səndən qabaq bu məsələlər ümumiyyətlə toxunmayıb. Mən sənin o dini qoyaraq qırağa millətçilik baxışı yaxşıdır. Yaxşı mənada xalqımızın o təbliğatın, milli dəyərlərin təbliğatın yaxşıdır. Yəni bəzi şeylər açılmamaq şərtinə biz səni bir-birimizi dərindən tanıyırıq. Mən sənin iş qabiliyyəti görürəm və müharibə başlayanda da mən bir də ayıldım ki, sən burada bilinməsin müəllim. Hə, yəni onun paylaşanlardan da biri mən olmuşam da. O yəni elə olub ki, müharibə dövründə sən orada olmusan. İndi o sənin pluslarından biridir.
Yetər ki, bəzi o dini məsələlərdə də yəni hərənin öz fikri var. Ona görə ki, hər bir insan öz aktual mövzuya yanaşması var. Mənim burası bir dənə sadəcə olaraq bir sualım var sənə, bir yenə deyirəm, şəxsiyyət kimi, insan kimi. Mən hamının fikrindən razıyam. Burada qardaşlar da danışır da, sən də mövqeyi çox maraqlısıdır ki, toplumun qabağında sən mövqeyi faktlarla qoyursan. Bu həm belə də qalxanındır sənin. İndi o qalxan nə qədər zəif olacaqsa, toplum səni yeyəcək. Keç tezliyi var. Amma elə çıxır ki, hələlik sənin bu qalxanın güclüdür ki, toplum sənə heç nə elə bilmir. Bu yəni səmimi danışaq. Yəni mən istəmirəm ki, nəsə bir aqressiya olsun, nəsə təhqir olsun. Əlbəttə. Yəni səmimiyyətlə elmi dildə bəli, yəni mənim xoşum gəldiyi şey nədir? Elmi dildə sən qalxanı gücləndirirsən. Hər dəfə də sənin üstünə gələn sənin müdafiə sistemi artırır. Hər dəfə də sənin üstünə gələn o suallar səni daha da gedib araşdırmalı tərəf aparır. Efsuslar olsun ki, açığın deyim, mən də baxıram sənin efirə. Güclü sənə girişən də yoxdur. Mən bilmirəm bu nədən ibarətdir. Mən deyə bilmərəm də konkret. Yəni sən bütün məsələləri qoyursan elmi sübutla, elmi terminologiya ilə, Donmuşdu, bəli, texniki problem oldu. Buyurun. Səsim gəlir. yəni həm də yəni çox vaxt almayım. Yəni sənin gəlir Sevil, gəlir. Yəni mən səni şəxsən tanıdığıma görə sənin vətənpərvər olduğuna amma mənim yenidən tam obyektiv səni görmək istəyirəm. Təkrar eləyə bilərsiniz. Burada Yəni, məsələ texniki daha da problem var, davamlı donma gedir. Nədir təkrarlayım, nədir? Yəni harda ilişim? Yəni o demək istəyirəm ki, mən sənin obyektivliyi, müdafiə sistemi, bilik səviyyəsinə qurduğuna görə o sənin üstəgərliyindir. Sənə gələn suallar da səni daha da gücləndirir. Ən aşağısı bilib cavab verdiyi də sabah araşdırırsan, biraz da güclənirsən. O deyir, odun üstünə daha da benzin tökməni qalxır. Bu təbii bir şeydir. Amma mən səndən nə xahiş eləyərdim ki, sən də özünə görə savadlı, ağıllı bir insansan, nə xahiş eləyəcəm sənə? Argumentlərin özünə görə düzdür. Yəni kimə görəsə düzdür. Mən amma yenə də qarşılayıram, baxıram, izləyirəm. Bizim İslam dinimiz çox yayılıb da. Boşa söz. Orada xahiş elədim səndən. Yenə deyirəm, bu xahişdir, bir tövsiyədir. Qəbul eləyərsən də sağ ol, eləməzsən də sağ ol. İslamiyyətdə olan bəzi yaxşı şeylər var ha. Ya da məsəl üçün ümumi nəsə yaxşı şey var. Xahiş eləyərdim, bax, onu da vurğulayasan da. Məsəl üçün İslamiyyətdə atiyana baxmaq məsələsi gözəl şey olub, münasibət bildirir. Onu da bildirsən. Bəli, sən obyektivlisən. Amma belə də yenə də işavatlığı, yenə deyirəm, Azərbaycan üçün birinci bu belə bir şeydir, ortaya çıxıb. Bəli, burada sənə bəzən mən özüm də gülləm. Elə bir gülməli sual verirlər ki, heç uşaq bağçasında onu vermirlər. Sən bir orada neçə gün buna qabaq qardaş çox danışdı. Axırda dedim ki, bir kəlmə şəhadəti dedi, onun nə dəxli var? Bax, bu hər şey həll eləyir. Uğurlar, işiniz avand olsun. Təşəkkürlər Arxas müəllim, var olasın. Çox sağ ol. Təşəkkürlər. Deməli belə. Bir dəqiqə qaldı. Nəyə bir dəqiqə qaldı? Başa düşmədim. Şöyle bir dəqiqə qaldı yazmışsınız. Bu nə ilə bağlı bir dəqiqə qaldı? Başa düşmədim mən onu. Abi əsaniklər, Əlim bəy özü sağ. Sən işlər. Ha, bildim. Əlim bəy. Xoşayım. Nəyə bir dəqiqə qaldı? İnşallah başa düşmədim. Bax, yemez ona. 2 dəqiqə qaldırma.
Yaxşı, buyur, xoş gəlmisən, amma səsin gəlir əzizim. Əlavə səslər gəlir oradan, onu sustur. Salam aleyküm. İndi gəlir. Aleyküm. Gəlir, amma biraz da idarə eləyər. Buyur. Hə, televizor deyək. Gör nə deyirəm? Sən canlıdan canlı yarana bilər, ya cansızdan canlı yarana bilər. Hansı fikri tərəfdə tutursan? Cansızdan canlıya keçid, abiogenez. Hə, onun tərəfini tutursan. Hə. Amma elmdə o 19-cu əsrdən sonra sübut eləyib ki, Louis Pasteur elə bir şey ola bilməzdi. 19-cu əsrdən sonra Bəli, 19-cu əsrə qədər eləntisinə bir insanlar tərəfindən elə düşünülüb ki, cansızdan canlı yaranır, amma sonra sübut olunub ki, elə deyil, elm sübut eləyib. Baxa bilərsən, Louis Pasteur'in kolba teorisi. bəs Eksperiment. bəs opar indi neyini eləyir? Onun dediyini Miller səhv olduğu yüreği dediğini sübut Miller yüreği deneyini eləyir. Onların dediyində deyirdi ki, bakteriyanın mikrobla birləşməlidir, amma Louis Pasteur sübut elədi ki, elə deyil də. Əzizim, 2012-ci il molekulyar biyologiya sahəsində araşdırmalar aparan Frans Arnold'u biraz araşdır, bax da zəhmət olmasa. Olar mı? Tamam, baxarım. Teşekkürler. Başka bir şey Yaxşı. var. Ya. Sağ ol. Sağ ol. O kimin pişirdiği, kimin pişirdiği o ses gelir. Nadir o, buyur, hoş geldin sen. Ha, bu ses şöyle adamlar kulağım ağrıdı, ancak xırıltılı sesli olanlardır. Sonuncu gemi, buyur, hoş geldin sen. Sonuncu gemi, buyur, hoş geldin sen. Ahmet, buyur, hoş geldin sen. Selamun aleyküm. Aleyküm. Sizi izleyirəm. Benim değerli kardeşim. Ben. Gerçekten de hem biyoloji olarak, hem coğrafi olarak, hem sosyolojik olarak herkese yeterince elinin, düşüncenin, fikrinin geldiği kadar cevap verirsiniz. Hakikaten ben sadece bir soru soracağım. Benim ilgilendiren bir sorudu. Şu anda sizi görmedim. Ekrandan gittiniz. Buradayım. Yani ekranı bağlamışım ama Buradasınız. Çok takipçiniz var. Ben de sizin takipçinizi paylaşıram. Dolayısıyla bunu bilmek istedim. Dinle bilim bir araya gelirse ne olur? Gelebilmez. O sebepten Bəli. O sebepten oraya gelebilmez. Yani dinle bilim bir araya gelebilir mi, gelemez mi? Hayır, gelebilmez. Ona göre ki din dogmatik değil, dogmatik değildir. Anladım. Ben. Yani bilim deyirsən daha üstündür. Elbette ki üstündür. Çünkü bilim yeniliğe de, fikirlere de açık bir sistemdi. Ama din 1500 yıl evvel, 2000 yıl evvel, 3000 yıl evvel yazılmış bir kitap var deyir ve hiçbir şey değişmir deyir. Sümer tabletleri ile ilgili bir bilginiz var mı? Bunu da sizden öğrenmek istedim. Var. Yani bu İslamiyet'ten, Katolizmden... Şumer tabletlerindeki tanrı anlayışı veya ümumiyyətlə Şumer tarihi elə semavi dinlerin köküdür. Ben de öyle bilirdim, doğrudur. Teşekkür ederim bilgileriniz için. Sağ olun. İyi yayınlar. Sağ olun, Saygılar. sağ olun. Teşekkürler. Qurbanoğlu, buyur, hoş gelmişsin. Salam, hər birinizi salamlayıram. Bəyəfəndi, mənim maraqlandıran bir sual var. Mən istərdim ki, dini inancından asılı olmayaraq bu suala hər kəs cavab versin. İstər müsəlman, istər ateist, istər katolik, protestant fərqi yoxdur. Mən İslamda qaranlıq qalan ən çox məqam Qurban Bayramı ilə bağlıdır. Xahiş edirəm, hər kəs səfərbər olsun, bu sualın cavabını versin. Şimdi necə inan, mən başa düşə bilmirəm ki, qardaş, Qurban Bayramının mahiyyəti əgər İslama görə həqiqətən də ətin kəsilməsidirsə, acıların qarnının doyurulması ilə bağlıdırsa, niyə toyuq icazə verilmir, hinduşka icazə verilmir, qaz icazə verilmir, mal qoyun icazə verilir, nə fərqi var? Yaxşı, deyəcəklər ki, indi İslamçılar belə bir
əllərində bunu bayraq eləyə bilərlər, əsas göstərə bilərlər ki, hə, qoyun bahalıdır, mal böyle. Yaxşı, mən bir kamaz toyuq alıram, hinduşka alıram. Nə fərqi var? Hinduşka da alanda qardaş qarın doyur, nəticə etibarilə. Düzdür, İbn Xaldunun bir sözü var, ərəb tarixçisi, özü də sosiologiyanın qurucusudur. Deyir ki, tarix nəticəsinə görə dəyərləndirirlər. İndi nəticəyə görə hinduşka alanda bu Hind toyuq, qaz ördək alanda bunun qarnı doyur da. Fərqi var, mən gərək qoyun alım, mütləq qoyun kəsməliyəm. Bu dinin yaradıcısı qoyun ticarətçisiydi, ondan ola bilər. Qoyun ticarətçisidir, bunlar dəvəni də daxil eləyirlər, ancaq qırmızı ət. Niyə? Mən bəlkə bu adam ağ ət üstünü verir. Mən niyə balıq? Bir də nə fərqi var? Mən ikinci sualım bundan ibarətdir. Ha qəssabdan aldım. İkinci bir məsələ nədir? Mən onu demək istəyirəm. İslam deyir ki, israfa qarşıyıq, düzdür? Doğrudur yoxsa yox? İslam yaxşı, israfa qarşısansa, mən gedib qəssabdan almayanda o ət qaralır qalır. Mən təzəsini alanda o heyif qalır. Onda mən yaxşı, onda belə çıxır ki, İslam bir-birinə taban-tabana ziddir. Bir tərəfdən deyir, israfdan qaçın, əmir də açıq əmirdir. Bir tərəfdən də deyir ki, qurbanı özünüz kəsin. Qardaş, mən gedib qəssabdan almayanda bu ət köhnəlir. Onda israf olmur bəs. Bunlar müzakirəyə layiq yaxşı suallardır. Xahiş edirəm, bu suallara hər kəs cavab tapsın. Əgər İslamda israfa qarşı bir eyləm varsa, bir əmr varsa, açıq bir əmr varsa, mən o əti gedib qəssabdan niyə almalı deyiləm? Axı, qəssab qazana bilmir sonuçda. Mütləq özüm kəsməliyəm. Bir də əsas sual, niyə ancaq qoyun olmalı, dəv olmalı, toyuq olmalı deyil? Bir dənə xahiş edirəm, cavab versinlər. Öncədən təşəkkürlər. Sağ olun, teşekkürler. Soruşarıq. Uykan, buyur, hoş gelmişsin. Salam, necəsiz? Yaxşı, buyurun. Deməli, sizi yaxın keçmişdə tanıyıram. Yəni, hardasa 4-5 gündür sizi tanıyıram. Sizin qısa videolarınız çıxır. Bir çox adam deyir ki, sizin əsas məqsədiniz kimlərisə dindən yayındırmaqdır. Amma mən hələ fikirləşmirəm. Mən də sizin, necə deyim, 1800 nəfər var. Hardasa oradan bir 800 nəfər sizin tərəfdarınız, yəni sizin də fikirləri ortaqdır. Mən də sizinlə eyni fikirləşirəm. 11-ci sinif təzə qutarmışam. Hardasa 2-3 ildir müsəlmanlığa inanmıram. Amma Quranda bəzi ayələr var, hardasa mənim fikrimi dəyişdirir. Deməli, Misir yazıları 1822-ci ildə falan oxunur. Juan Champollion-dur, səhv eləmirəmsə, fransız alimidir, o oxuyur. Yəni 19-cu əsrdə, Quran da deyəsən 7-ci əsrdə gəlir. Hardasa 1200 il fərq var. Əvvəlcə Misirlilər Firona öləndə yazıblar ki, yer və göy onun üçün ağladı. Amma Quranda Duhan surəsi 29-da yazıb ki, Firon öldü, yer və göy onun üçün ağlamadı. Yəni 1200 il fərq var. Yəni Quran 1200 il əvvəl bunu düzdür. Yəni bu sizcə bir Quranda bir düzdür mü? Birincisi düz demir, biri ağladı yazır, biri ağlamadı yazır. Burada ziddiyyət var. İkincisi, zaten Quranın öz ayətlərində qeyd olunub ki, sən bizə keçmişin nağıllarını danışırsan. Çünki tarixdə Musa deyə bir şey yoxdur. Hə, mən də Musanın yaşadığı illərlə Fironun həyatını, yəni həmin ildə olan Fironu araşdırmışam, amma heç bir sübut yoxdur. Amma bəziləri biraz daha da çox araşdırdım. Onu dedilər ki, ingilislər həmin Fironun qalıqlarını axtaranda tapırlar ki, həmin Fironun ölmə səbəbi boğulmadır. Bəs bunu araşdırmısınız? Yoxdur elə bir araşdırma əzizim və minlərlə ordu ilə dəniz arasında qalmış bir Firon ölümü deyə bir hekayə də yoxdur ortada, yəni tarixi. Hə, bildim. Onda çox sağ olun. Bir dənə də sual verəcəm, sonra çıxaram. Bu araşdırdım, amma konkret düz deyil. Bəzi Vahabizm deyə bir şey var. Yəqin birisi Vahabilər topluluq falandır ki, onlar Məhəmməd Peyğəmbərin yolunu falan gedirlər. Onlar belə bir şey, onlarla debate edirdim bu yaxın zamanlarda. Onlar belə bir şey dedilər ki, Vahabizmlə hal-hazırdakı Səudi Ərəbistanın din anlayışı bir-birindən müstəqil deyildir. Eyni köklərə bağlıdırlar. Bir ortaqlıqdır. Abdülvahabla Suud ailəsinin, Suud hanedanlığının bir ortaq qərarıdır. Hə, yox, o qədər bilmirəm. Yəni sualımı verim indidən. O deyirdi ki, kişi və qadında 23 xromozom var. Quranda da güya 23 dəfə at keçir. O düz bir şeydir yoxsa yox? 23 dəfə qadın, 23 dəfə. Hə, bildim onu. Çox sağ olun. Sağ olun. Prolog, buyurun, hoş gəlmisiniz. Salam, xoş gördük. Buyurun.
Çevik və mən deməli özüm ateist olmasam da agnostikəm və sizə bir sualım var. Belə deyim, sonra yazıbsınız ki, Allah yoxdur. Düzdür, indi agnostizm fəlsəfəsini bilərsiniz. Daha çox şifahi dildə desək bilinmezçilik fəlsəfəsidir və Allahın var və yaxud yox olduğunu konkret şəkildə demirlər və belə deyim də Allahın var və yaxud yox olduğunu bilmirik deyirlər və mən də elə deyirəm. Və sizə bir sual vermək istəyirəm. Biz Allahı yox deyirik. Niyə? Çünki biz onu görə bilmirik, hiss eləyə bilmirik. Allahı gətirib bir laboratoriyada incələyə bilmirik. Yəni beynimizin qəbul eləyə biləcəyi bir çərçivədə deyirik ki, Allah yoxdur. Beynimizin qəbul eləyə biləcəyi, algılaya biləcəyi bir səviyyədə deyirik ki, Allah yoxdur. Bunu mən də qəbul edirəm, çünki bir sübutu yoxdur. Amma belə bir şey var fəlsəfədə ki, yoxluğun da sübutu yoxdur. Necə? Məsəl üçün biz Allahı yox necə deyə bilərik? Təsəvvür edin ki, 40 mərtəbəli bir villaya giririk, 40 otaqlı bir villaya giririk və ilk 2-3 dənə otağın gəzirik və ondan sonra deyirik ki, Allah yoxdur, mən onu tapa bilmədim. Yəni böyük bir kainatda bəlkə də bizim algılaya bilməyəcəyimiz bir səviyyədə Allah var. Amma biz onu hələ ki dərk eləyə bilməmişik. Hal-hazırda yoxdur deməyimizi təsdiqləyirəm. Yəni o təsdiq olunmuş bir şey. Nəyi dərk eləyə bilməmsən, qardaş? Nəyi dərk eləyə bilməmişəm? Hal-hazırda məsələn sizin orada konkret bir şəkildə Allah yoxdur deməyinizi dərk eləyə bilmirəm. Yox, onu bildim, onu bildim. Hansı Allahdan söhbət gedir? Bir tərif ver görək, siz nəyin ehtimalını qoyursunuz? Mən dinlərin Allahına inanmıram. Yəni konkret deyirəm. Sadəcə ola bilər ki, ola bilər ki, məsələn, bəli, buyurun. Qardaş, bir dənə səbirli ol, səbirli ol. Buyurun. Bax, canım gözüm. Tanrı bilinməzdir. Agnostizmin dayandığı ən güclü dayanaq nöqtəsi budur. Tanrı bilinməzdir. Heç vaxt da bilinməyəcək. Demək istədiyimiz budur. Hansı Tanrı bilinməzdir? Teoloji deyil, onu anladım. Fəlsəfi olaraq nəyə istinad edirsiniz? Onun ilk orasındadır ki, yəni o nəyə istinad edədiyimiz Allah, yəni bilmirik. Ola bilsin ki, bu zamandır, ola bilsin ki, bu zamandır, bu enerjidir. Yəni nə bilinməzdir, nəyin bilinməz olduğunu bilmirəm deməkdir və bu kateqoriya etibarilə səhv-səhvdir. Niyə? Çünki sən nəyi bilmədiyini belə bilmirsən. Axı, yəni bilmədiyimiz bir şey haqqında onun yox olduğunu deyə bilərik. Allah, yəni bir yaradıcı fiqur. Bir yaradıcı fiqur düşünək və biz onun var və yaxud fiqur varlıq kateqoriyasına girmirsə, onun istinad edib, onun varlıq ehtimalını saxlamaq özü bir səhv-səhvdir. Yox, mən demədim varlıq kateqoriyasına girmir. Ola bilsin ki, varlıq kateqoriyasına girir. Sadəcə biz hələ onu algılaya bilmirik. Bu da ola bilər. Qardaşım, mənası olmayan bir şey varlıq kateqoriyasına girə bilməz. Axı biz o Tanrının, misal, elm inkişaf elədi və dedi ki, əslində həqiqətən də bizim yaradıcımız enerji imiş və yaxud da zaman imiş. Əzizim, bir də izah edirəm. Tanrı məsələsi epistemologiyanın deyil, ontologiyanın məsələsidir. Yəni varlıq fəlsəfəsinin məsələsidir. Və bir şeyin varlıq kateqoriyasında dəyərləndirilməsi üçün onun məna tərifi sabit olmalıdır. Sənin əlində məna tərifi sabit olaraq yoxdur və sən deyirsən ki, bir şey ola bilər, olmaya da bilər, ehtimal qoruyursan. Nəyin ehtimalını qoruyursan bilmirəm. Baxın, nəyin ehtimalını qururam, mən onu sizə deyim də. Siz konkret deyirsiniz ki, yəni beynimizin başa düşəcəyi səviyyədə deyirsiniz ki, Tanrı yoxdur. Və sizin dediyiniz əsas şey dayanır materializm. Bir də bölürəm əzizim, bir də bölürəm. Buyurun. Tərifi verilmiş tanrılar yoxdur. Var əlində bir tanrı, tərifi. Hal-hazırda yoxdur. Tərifi verilməyən bir şeyin ehtimalını qorumaq absurd bir düşüncədir. Absurd deyil. Çünki təsəvvür edin ki, bir şeyi hələ algılamağa bizim gücümüz çatmırsa, bunu təxmin etmək. O zaman əzizim, mənə məntiqi çıxarış verməlisən də. Bir-birimizi niyə yoruq? Axı mən sizə bayaqlar dedim, axı sizin hal-hazırda Allah yoxdur deməyiniz məntiqi cəhətdən düzgündür, amma hələ ki ümumi şəkildə biz o bayaqlarda misal çəkdim, deyirəm ki, 40 otaqlı bir villaya girib 2-3 otağını axtarıb sonra Allah yoxdur demək bu mənə düzgün gəlmir. Yəni onu demək istəyirdim sizə. Keyfin bilər əzizim, amma fəlsəfə belə işləmir. Başqa bir şey. Fəlsəfə, agnostizm fəlsəfəsini onda siz tuluyursunuz da qırağa. Agnostizm fəlsəfəsi işə yaramaz bir fəlsəfədir. Təşəkkürlər. O sizə görə elədir, amma mənə görə də belə deyim, ateizmi nə qədər də qəbul eləsəm də hardasa məntiqli gəlsə də mənə, amma tam olaraq Allah yoxdur demək o da mənə görə saf-safata bir şeydir. Yəni çünki hələ ki bilməmiş ola bilərik. Milyonlarla külliyyata sahib olan naturalist fəlsəfəyə səhv-səhvə demək yəqin ki belə pis başa düşməz, cəhalətin yəni pik nöqtəsidir. Amma Çelik bəy, agnostizmdə külliyatı var. Onu da araşdırın. Zırt da yoxdur, agnostizm külliyatı. Dünən Hüseynin məhsuludur agnostizm. Təşəkkürlər. Sağ ol. Külliyat yazdı.
Xeyal buyur, hoş gelmişsin. Ya yani Habib Usta. Habib Usta buyur, hoş gelmişsin. Ay Habib Usta. Yoxdur. Yoktu. Gitti. Xəttə var, özü yoxdur. Xınalıq kardeş buyur, hoş gelmişsin. Salam əleykum. Melek. Qardaş, mən bu neçə vaxtdır sizi izləyirəm. Sizin danışığı, sizin temanız mənim üçün çox ləzzətli. Sağ ol. Çünki mən yaşadığım yəni həyatda mən elə başa düşürəm ki, elə sizin dediyiniz kimi Allah yoxdur. Teşekkürler. Allah var. Sağ olasın. Allah var kim üçünsə. Amma mən hiss edirəm ki, əgər mən bu vaxta qədər Allaha qulluq edən adamamsa, nə görə mənim üçün Allah yoxdur. Anladım əzim. Teşekkür ederim. Sağ olun. Mən demək olar ki, həmən Allaha qulluq edən, həmən Allaha itaat edən, həmən Allaha səcdə edən adamlardan biri olmuşam. Amma o Allah mənə bəladan başqa, zülmdən başqa, xəstəlikdən başqa, yəni başqa bir şey vermədi. Teşekkürler əzim. Sağ olasınız. Mən indi Allah'a pisləmək mənasında demirəm sizə. Yəni o sizi tərifləmək məqsədilə demirəm. Ay yoldaş, ay dayı, ne karsan sen? Kameranı bağla. Sigaret çekmek olmaz ekranda. Sigaret çəkmək olmaz, sən də orada yazıbdan deyəsən ki, Allah yoxdur. Yaxşı eləmişəm. Yaxşı, bu Allah varsa kim olmalıdır? Düzdür qardaşım. Niyə görə? Bax, biz yetimlər, biz zülm... Bu ne diye? Kardeş teşekkür ederim, var olasa. İnşallah bir tane isteği listesi sıfırlayak da ya. Bu ne diye? Başlayandan beri bir tane normal koşulma olmadı diye. Teşekkürler dayı, var olasınız. Bir tane inşallah isteği listesi sıfırlayak da. General modlardan kim var burada? Tamamen sıfırlayın. Bir inanslı varsa koşulsun da, bir inanslı yoktu. Ne bitirmiş yalnız. Bu kadar tez bitirdi. 2 yıl tamam olmamış bitirdi yani. Ne? Boş oldu. Adına. Yaser buyur. Neredesin? Çevik beğendim. Yorgun demokrat Salam, buyur, hoş akşamınız. gelmişsin. Akşamın xeyir. Salam, axşamınız xeyir olsun. Necəsiz? Sağ olun, siz. Sağ olun, minnətdaram qardaşım. Mən o dünya ilə bağlı bir fikrimi bildirmək istəyirəm. Bu yaxınlarda bir nəfər yoldaş da bu o dünya ilə, cənnət cəhənnəmlə bağlı fikir bildirir. Yəni mən sual verirəm, ancaq Qurandan başqa bir yerdən cavab verə bilmirdi. Ancaq kitabdan cavab verir ki, burada var. Başqa bir yerdə yoxdur. Başqa deyirəm ki, Qurandan kənar bir yerdən cavab verə bilmir. Deyir ancaq Quranda var o istinad. Bildim əzim, mən sənin üçün neyniyə bilərəm? Heç nə, mən bir şey deyim ki, qardaş, bu o mənə deyir ki, var, mən deyirəm yoxdur. Deyirəm ki, mən onun yoxluğunu sübut eləyə bilmirəm, sən onun varlığını sübut eləyə bilmirsən. Canım gözüm, canım gözüm. İnsan öldü, pambığı tıkadılar, işi bitti. İnsanı terk eden bir ruh veya başka bir dünyaya giden anlayış yoktu. Empirik olarak ispat olunmur. Mən də onu deyirəm ki, biyoloji varlıqdır da, qardaş, bu biyoloji varlıq ölür, sonra da torpağa qarışır gedir. Bunun nəyə yaşayacaqdır? Bu çürür gedir. Teşekkürler Ertuğrul, var olasın. Sağ ol qardaş, sağ ol, çok sağ ol. Bu sesli köyde adamlar niye koşulur bura? Sana da yolluyorum. Rahmanov buyur, hoş gelmişsin. Ya bu çok sıkıcı ya. Salam kardeş, hamınızı salamlayırım. Lerikdən sizi salamlayırım. Sağ ol. Bilirsiniz, mənim əziz qardaşım, bu fikirlər şəxsi fikirlərdir, istər o dini
o dünya var yoxsa yox. Bunları orta təhsilli, sadə insanlarla müzakirə etmək heç də xoş nəticə almaq olmur. Yəni buna gərək mütaliəli insanlar, təhsilli biraz güclü insanlar qoşulsun. Hər kəs öz şəxsi fikrini deyil. Fikir var, orta təhsilli heç deyil. Başa düşdüm əzizim. Təşəkkürlər. Var olun. Sizə qurban. Salam, salam. Anar bəy, buyurun, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun, necəsiz? Yazmışsınız Tanrı yox, Allah yoxdur. Bəli. Bunu necə isbat edə bilərsiniz? Biz də bilək, məlumatlanaq. Ontoloji status qazana bilmir. Bu səbəbdən varlıq kateqoriyası ala bilmir. O anatoloji status nə deməkdir ümumiyyətlə? Anatoloji deyil, ontolojidir. Varlıq fəlsəfəsinə giriş eləyə bilmir. Ontoloji nə deməkdir ümumiyyətlə? Ay sol. Sən bilmirsən, otur mən sənə 45 dəqiqə onu başa salacağam burada. Yox, o mənada yox da bizim dilimizdə başa sal da, yəni Allah. Mən tam olaraq bizim dildə danışıram. Allah varlıq fəlsəfəsinə girməsi üçün gərəkli olan, lazım olan kriteriyaları qarşılamır. Yaradan yoxdur da yəni. Yoxdur. Yaranmışıq axı. Təkamül eləmsən. Bildim də, yəni hüceyrəyə gedir, çıxır. Bəli. Hüceyrə nədən yaranıb bəs? Kimyasal reaksiya. Kimyasal reaksiya nədən yaranıb? Kimyasal reaksiya yaranan bir şey deyil, reaksiyadır. Reaksiya nədən yaranır? Deyirəm, kimyasal reaksiya yaranan bir şey deyil. A maddəsi B maddəsi ilə qarışır. Fundamental bir üzv var. Təşəkkür. Gör hansı səviyyədə insanlarımız var ya. Sadə, çox sadə, o qədər primitiv orta məktəb dərsliyidir ki bu. Adam oxumayıb. Bahar xanım, buyurun, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Səsim gəlir yoxsa yox bilmirəm. Bəli, bəli, gəlir, buyurun. Mən çox qoşulmuram, bilmirəm. Mən sadəcə uşaqlara dərs deyirəm, 6 fənn üzrə. 6-dan 9-a qədər, 6-9-a qədər daha doğrusu uşaqların öyrənmə metodikasına təsir edirəm. Dinə qarışmıram, din mənim sahəm deyil, bilmədiyim də tərəfdir. Amma bilirəm ki, artıq sizin veriniz çox adamlar üçün maraq doğurur. Amma indi Azərbaycan tarixi də dərs dediyim üçün çox ağrı verici bir haldır ki, mənim ölkəmin insanları Sabat əvəzinə başqa ölkələrdən gəlmiş təliqətlərə daha çox meylirlər. Bu məni çox üzür. Mən bilirəm sizdən orada bu sahə ilə bağlı çox da bilgi adamlar mübahisə eləmək səviyyəsinə gəlmir. Sıradan söhbətlər gedir, sorğular verir, cavablar da kimisə qanunilik eləmir. Amma mən incidən başqa tərəflərdir. Mən incidən odur ki, uşaqlarımız niyə savadlı deyil. Sadəcə olaraq mən indi 7-ci sinifdə səhv eləmirəmsə, ərəblərin işğalını keçirəm uşaqlara və çox mənim üçün üzücüdür. İnsanlar niyə uşaqlara bilgi öyrətməkdən çox valideyn hansı əqidəyə qulluq edirsə, uşağa da onu məcbur eləyir. Niyə də sorğulamır? Çünki mənim dərsim əsas iş prinsipi sorğulamaqdır. Niyə sual verməkdir? Və mənə qarşı da çıxırlar ki, sən necə keçirsən bu dərsləri? Çünki baxıram ki, insanların çoxu özünə dəyər verməyi anlamırlar, özünə qiymət verməyi anlamırlar. Sadəcə olaraq asan olduğu üçün inancın dalından gedirlər. Sorğulamaq, fikirləşmək, araşdırmaq onlar üçün yoxdur. Və hər kəsinin inancına və ateistliyinə qarşı hörmətlə yanaşıram, amma bir şərtlə. Başqalarını təsir altına salmasın, məcbur eləməsin, başqalarına öz inancından əziyyət verməsin. Elə bir regiondayıq ki, elə hesab edirəm, hər tərəfdən bizə təsir edirlər. Yetərincə rus məktəblərimiz, yetərincə ərəblər, yetərincə farslar, bizim türkçülüyümüz məhv olubdur. Mən sadəcə olaraq üzülürəm. O türkçülüklə bağlı dərs keçəndə çox üzülürəm ki, bizim keçmişimizə bax, gör. Axunlardan başlayıb sonralara qədər gedəndə gün batandan gün doğuna gör, hal-hal biz dövlət yarada getmişik. İndi öz kimliyimizi unutmuşuq. Ölürük ki, gedək ərəblərin dalından gedək, farsların dalından gedək, rusların dalından gedək. Niyə biz bu vəziyyətdəyik? Çünki bunu bilərəkdən eləyirlər. İnsanlarımızı, gənclərimizi kütləşdirmək üçün. Həddən çox üzülürəm bu səbəbdən, həddən çox. Çünki mən istəyirəm uşaqlarım savadlı olsun. Savad mənim üçün önəmli olan savad, başqa bir şey, heç nə mənim üçün. Bir də xarakter.
güclü xarakter. Heç kim uşağa orta məktəblərdə uşaqlara xarakter dərsi keçmir. Dərs öyrənmə metodikası yoxdur. Uşaq gəlir 1-ci sinifdən 10-cu sinif kitabı eləcə eşək arısı kimi oxuyur gedir. Heç kim onun dərinliyinə soxmur, oxumağı öyrətmir. Sistem demək olar ki, hamısı bərbad vəziyyətdədir. Heç kim uşağın savadı haqqında fikirləşmir ki, amma mən deyirəm ki, sizə diplom lazım deyil, fərqini sevin. Diplom boş söhbət. Bəli, kağız farsası üçün sadəcə əzbərlənən bir material. İdarəçiliyi öyrənin, pul qazanmağı öyrənin, cəmiyyəti tanıyın, ailə münasibətlərini, dost münasibətlərini öyrənin, özünüzə dəyər verin, araşdırmaçı olun. Telefon oyunu oynayacağı üçün deyil ki, bilim öyrənmək üçün, araşdırın, daxilə gedin. Teşekkür ederim müəllimə. Çox sağ olun, çox sağ olun. Teşekkürlər. Mən çıxa bilərəm, heç qaydanı da bilmirəm, çıxmaq qaydasını da bilmirəm. Nə də heç kimlə belə debata da girmirəm, o məsələlərlə bax, heç kimlə də belə söhbət eləmirəm, amma məcburam sosial şəbəkələrdə olmağa. Nə mənada? Deyirəm ki, üzdən qıraqlar ekranlarda, sosial şəbəkədə çox olmaqdansa qoy, fərqli olsun, inancı olsun, olmasın, amma əsas bilim adamları, elm adamları, Milli Elmlər Akademiyasında oturan, başqa yerlərdə oturan, oturun sosial şəbəkədə bilgidən danışın, o sosial şəbəkəni siz doldurun, müəllimlər, başqaları. Niyə üzdən qıraqlara bu qədər K gəlir? Xəcalət çəkirəm, mənim millətimin K-sına bax gör kimdədir. 20 min, 30 min K-lar gör kimdədir, utanç vericidir. Teşekkür ederim, vallahi müəllimə. Çox sağ olun. Mən necə çıxım bilmirəm, buradan çıxmağı da bilmirəm. Düşürdərəm. Teşekkür ederim. Mən düşürmürəm, zəhmət olmasa. Nə sevindirici haldır ki, belə müəllimələrimiz qalıb. Baş. Buyurun Mələk xanım. Mələk xanım buyurun. Ne yer olsun? Ay yoldaşlar, teşekkürler ama onu atmayın da. Risk gelir o ses. Onu hediye listesinden ses silmiyorlar şu an. Alo. Bəli dostum, hoş gelmişsin. Buyur. Hoş geldin, sağ olun. Mələk. Əvəz buyur, hoş gelmişsin. Onu demeye gelmişdi göz. Salam aleyküm, hər vaxtınız xeyir olsun. Hər vaxt olsun. Cəbi bəy, mən sualım, ilk öncə mən çatda olan hər kəs salamlayıram və sualım budur ki, sizə siz yəni belə düşünürsünüz ki, hər bir şeyin, hər bir mövzunun elmi izahı var da, düz deyil? Bəli. Mən sizdən bir şey xahiş edəcəm. Mənə tam şəkildə yuxunun izahını verə bilərsiniz. Biz niyə yuxu gördük? Yuxu zamanı bizim beynimizdə nələr baş verir? Şuur altında nələr baş verir? Neurotransmitterlerin difuziyası baş verir. Sinaps ateşlənmələri səbəbiyle olur. Xüsusilə də hipotalamusda olur. Bu beyin fəaliyyətlərinin minimallaşdırılması üçün zəruridir. Minimallaşma prosesi o səbəbdən baş verir ki, beyin istirahət eləməlidir. Və yuxu gün ərzində toplanan bilgilərin işlənməsi səbəbiyle baş verir. Bəzi görüntüləri görmüş belə olsan, beyin onu işləmir. Yuxuda ömründə görmədiyin adamları görmüş kimi canlandırılması bu səbəbdəndir. Çünki gözün görmə rakusuna bəzən sən gördüyün şeyləri, qıraqda qalan hissələri dəyərləndirmirsən. Bu səbəbdən yuxuda bu bilgilər işlənir. Artıq bilgilər ətrafa, yəni təmaslar səbəbilə, neyron təmaslar səbəbilə atılır, geri qalan bilgilər işlənir. Başa düşdün qardaşım? Aydındır. Maddəyə bağlı bir şey. Maddə bağlı deyiləndə belə bir anlayış var. Yəni mən sadəcə olaraq beyində nələr baş verdiyini və yuxu zamanı bizim şuur altımızda hansı proseslərin baş verdiyi haqqında məlumat almaq istəyirəm. Yəni əgər biz yuxu görürüksə, hər kəsdə eyni kombinasyonun birə-bir kopyası baş vermir. Hər bir görüntü, hər bir işləm, hər bir bilgi işləm fərqli kombinasyondur və bu kombinasyonlar hər kəsdə fərqli ola bilər. Tibbdə belə bir anlayış var ki, qabıqaltı nüvələrin beyin qabığında tormozlanma şəkildə yuxu zamanı bizim beynimizdə yuxu baş verir. Bu da melatonin qatlığının artırılması səbəbilə baş verir. Burada yəni bizdə bəzi amma sadəcə olaraq indiyə qədər tibb elminin inkişafı və dünyada elmin inkişafına müəyyən töhfələr verilib və bu vaxta qədər də mən oxuduğum kitablar və oxuduğum məlumatlara əsasən indiyə qədər yuxunun tam şəkildə izahı olunmayıb. Yəqin ki, bunu tam şəkildə araşdırsaz bilə bilərsiniz, tam şəkildə insan nəyə yuxu görür və yuxu zamanı
beynimizdə hansı proseslər baş verir, hansı cərəyanlar baş verir, bunu tam şəkildə heç bir alim araşdıra bilməyib. Və mənə bu da maraqlıdır. Tam olmadığını bilirik. 80-90% bilinən bir mövzudur. Amma məsələ burasındadır ki, heç bir şəkildə maddədən müstəqil beyin fəaliyyətləri və ya yuxu fəaliyyətləri, yuxu görünməsi izah oluna bilməz. Kimsə bunu maddədən müstəqil şəkildə izah edə bilməz. Onda demək çıxır ki, yuxunun tam izahı yoxdur da yəqin ki. Tam izahı yoxdur. 80-90% izahı var. Geri qalan proseslər bilinməsə də yaxın gələcəkdə bilinə bilər. Amma məsələ burasındadır ki, hipotalamusda baş verən hər hansısa bir fiziki deformasiya, hər hansısa bir zədələnmə yuxu prosesi tamamilə məhv edir. Ümumiyyətlə beyinlə bağlı olan, beyində baş verən proseslər tamamilə maddəyə indeksidir. Özür istəyirəm. Mən ilk öncə qoşulduqda mən sizə belə bir sual verdim ki, hər bir mövzunun elmi izahı var, istədiniz bəli, amma tam şəkildə izah vermədiniz. Yəni bunun tam şəkildə izahı və sübutu varmı? Biz nəyə görə yuxu görürük və bunun elmi izahı varmı bizim əlimizdə? Araşdırma mövzusu maddə daxilindədir. Yəni empirizm maddə, materiya daxilində işləyən bir mexanizmadır. Müşahidələrə və təkrarlana bilən bilgilərə. Düzdür qardaş, razıyıq burada. Aha. Düzdür. İndi zəhmət olmasa mənim dediyimin əksinə olaraq, yəni belə kontra verirsən ya, o kontrayan ver görək. Maddə xaricində beyin fəaliyyətləri, düşüncə altyapısı, şuur altı və ya yuxu kimi mövzuları izah edə biləcək hər hansısa bir hipotez var mı əlinizdə? Qardaş, mən ilk öncə belə başa salam. Ümumiyyətlə biz yuxu gördüyümüzdə bizim beynimizdə epifiz vəzi var. Yəqin ki, bunu gözür və bunu Descartes ruhun gözü adlandırıb. Bu epifizdə baş verən müəyyən proseslər var ki, biz bunları yuxu zamanı beynimizə və şuuraltımıza müəyyən məlumatlar ötürür. Düzdürmü? Anladım. Anladığım qədərilə ruhla əlaqələndirirsiniz yuxu prosesini. Yox. Mən dini qoydum kənara. Mən elmi cəhətdən danışıram. Mən gördünüz ki, mən dindən sual vermədim sizə. Mən sadəcə olaraq bir şeyin sübutunu istərdim. Məsələ bilirsiniz necədir? Ümumiyyətlə tibbin inkişafı bu günlərin hər bir insan, bu günlər olsun, həkimlər olsun və yaxud da ki, elm adamları olsun, müəyyən bir izahı, müəyyən bir mövzunu bizim qarşımıza qoyurlar və bundan sübut istəyirlər. Və mən dəfələrlə bir ateist insanlar olub, yəni mən hər kəsin dini inancına hörmət eləyirəm və heç bir kəsdən din barəsində biri inanır, biri inanmır və birisi müəyyən suallar atır ortaya. Amma ki, məsələ bundan irəli gəlir ki, biz doğulduqda və doğulmamışdan əvvəl, biz ana bətnində olanda bizim beynimizdə hansı cərəyanlar baş verir və insan beyni aktivləşməsi zamanı beyində nələr baş verir? Bunu izah edə bilərsinizmi? Əzizim, beyində baş verən, insan ana bətnindəki uşaqların beyində baş verən prosesləri instinktdən aldığı kombinasyonlardır. Digər kombinasyonlar, yəni təcrübələr, yaxşı, pis, hara getmək olar, hara getmək olmaz, nə etmək olar, istiyə yaxınlaşmaq olarmı, soyuğa yaxınlaşmaq olarmı, olmazmı? Bu kimi mövzular zaman içində bəlli kombinasyonlarla öyrədilir və ya görüntülənir. Yəni bunun nümunə olaraq test olunması mümkündür ki, olunub da. 1982-də də olunub, 79-da da olunub. Bir neçə testlərdən keçmiş var. Araşdıra bilərsən. Eyni araşdırmalardan biri şimpanze beynində də, şimpanzelərdə belə aparılıb. Məsəl üçün primatolog Jane Goodall tərəfindən aparılıb. İndi gəldik məsələnin kökünə. Yox, şimpanzelər araşdırılıb. Üzr istəyirəm, zəhmət olmasa. Üzr istəyirəm. Şimpanzelərdə nələr araşdırılıb? Məsələn, onu deyə bilərsinizmi? Bəli, insandakı duyğu davranış sistemlərinin şimpanzelərdə hansı səviyyədə olması, koordinasyon sistemi, taktika, strategiya gelişdirmə, düşünmə qabiliyyəti və düşüncə altyapısı hansı formatda, hansı şəkillərdə aparılır, nə səviyyədə aparılır, bunlar araşdırılıb. Mən anatomik quruluşları üzr istəyirəm. Anatomik quruluşlarda şimpanze beyinləri və heyvan beyinləri arası sinapslara gedən elektrik yükləri insanlara nisbətən az olur. Bunu necə sübut edə bilərsiniz? Məsələ bu deyil, başqa bir şeydir. Bildim. Siz deyirsiniz şimpanze beyni, insan beynində oxşarlığı var. Belə çıxır da sizin mövzunun, sualınızın cavabı. Mən başqa şey danışıram, yazın. Buyurun danışın, mən sizə deyirəm. Mən sizə sual verdim. Sualın cavabını verməyə çalışıram. Sən deyirsən ki, insan beynində buyurun istəyirəm. Bu bir genetik səviyyədə zaten bir oxşarlığı bəllidir. Verdiyin sual bundan ibarət deyil. Sən ana bətnində uşağın beyin fəaliyyətləri. Buyurun. Hadi mən də sən onu izah etməyə çalışıram da. Minimal səviyyədə neyron sayı eyni olsa da kombinasyonlar eyni deyil. Çünki təcrübə yoxdur ortada, subyektiv təcrübə. Subyektiv təcrübənin olması üçün böyüdülmə prosesində öyrədilməsi lazımdır. Sabit olan subyektiv təcrübələr hansındadır? Həyatda qalma instinkti ilə gələn özəlliklər. Bilirsən də insan həyata, ümumiyyətlə bütün canlılar instinktiv təməllərlə gəlir bu dünyaya. Həyatda qalmaq, çoxalmaq. Bu fəaliyyətlər minimal olsa da zaman içində subyektiv təcrübə artdıqca kombinasyonlar çoxalır. Bu səbəbdən də böyümə prosesində hər kəs eyni tərbiyəni alsa da eyni funksionallığa sahib ola bilmir, eyni düşüncəyə sahib ola bilmir. Çünki kombinasyon və sinaps dolaşıqlığı, sinaps ateşlənmələri eyni prosedurda, eyni kombinasyonlarda baş vermir.
İzah Üzr edeyim. istəyirəm sizdən bir sual soruşacağam. Raymond Monge'nin Ölümdən Sonraki Həyat kitabını oxumusunuz? Oxumamışam. Oxumamısınız. Orada müəyyən bir mövzular var ki, Raymond Monge də bir həkim olub və işlədiyi müddət ərzində xəstələrlə keçdiyi kontakt zamanı müəyyən mövzular yazıb ora. Siz bayaqların bir əməkdaş qoşulmuşdu sizin canlınıza. Axirətlə bağlı sual verdi. Da bir insan qoşulmuşdu. Orada sual vermişdi ki, sizə ki, axirət dünyası ilə bağlı. Siz dediniz ki, insan öldü, pambığı taxdıq, getdi. Bəli. Siz yəni ruhun mövcudluğun inkar edirsiniz də, yəni belə düşünürəm mən. Ruhu tanımlaya bilərsən özün. Mən sizə sual verdim. Siz mənim sualımın cavabını verin, mən də sizin sualınızın cavabını verəcəm. Nəyin cavabını verim? Mən sizə dedim ki, ruhu necə inkar edə bilirsiniz məsələn? Ruhu necə anlayırsınız? Mən ruhu bir dənə tanımlaya bilərsən, söhbət nədən gedir? Yox, siz mənim sualıma cavab vermədiniz. Siz avtomatik mənə sual ötürürsünüz. Mənim sualıma zəhmət olmasa cavab verin. Etiketi mən yapıştırsam kontrargument verə bilməyəcəksən. Sən bu bilməməyin öz problemidir. Canım gözüm, ruh qəbul, anlayış olaraq, tərif olaraq metafizikdir. Metafizik bir olğunun fiziki sistemlərə müdaxiləsi empirik dəlil tələb edir. Var mı əlində? Necə? Metafizik bir varlıq anlayışına sahibdir ruh. Razı? Bəli. İnsan metafizik bir varlıqdır, yoxsa fiziki bir varlıqdır? Fiziki varlıq. Bundan da razı. Bəli. Metafizik bir şeyin fiziki bir sistemə müdaxiləsi empirik dəlil tələb edir. Var mı əlində? Mən sizə belə bir cavab verim. İlk öncə cavab üçün təşəkkür edirəm. Cavab aldım. Məsələ bununla bağlıdır ki, əgər biz yaşayıqsa, doğulmuşuqsa və öləcəyik və hər bir canlıda ölümü dadacaq. Yəni bunu Quran cəhətdən görsən, Qəbut surəsində... Bir dəqiqə. Bax, burada gedirsən, çıxırsan, düz entropiya, telomerlərə, ATF-yə, sintezə, mitokondrial sistem, aləmi bir-birinə qatma. Bayaqdan ona eləyirsən, bax, cavab verə biləcəyim şeylərdir, orada sıxıntı yoxdur. Amma aləmi bir-birinə qatma. İnsanlar bir şey anlasınlar. Hər canlı ölümü dadacaqdır və s. və s. Bunlar entropiya. Yəni bilim danışırsansa bilim danış, danışmırsansa bilimi qətl eləmə. Rica edirəm. Buyur. Mən sadəcə olaraq bir mövzunu danışıram. Yəni hər bir canlı ölümü dadacaq. Belə bir mövzu var. Yəni biz hamımız bilir, elmi təsdiq edir ki, hər bir canlı ölümü dadacaq. Belə bir şey var yoxsa yox? Elm bunu necə sübut edir bəs? Entropiya var axı ortada. Məsələn, açıqlama verə bilərsiniz, zəhmət olmasa. Nizamdan kaosa doğru gedən bir enerji sistemidir. Yəni biz davamlı mübarizə aparırıq həyatda qalmaq üçün. Niyə? Çünki kaosa doğru gedir. Nümunə almanı qoyursan, ağacdan dərirsən, qoyursan onun üstünə. Bir həftədən sonra məhv olur, çıxır gedir. 20 gündən sonra, 10 gündən sonra tamamı. Belə deyil. Bunun səbəbi entropiyadır. Kaosa doğru gedən bir sistemdir. Təşəkkür edirəm, çox sağ olun. Mən də çox vaxtınızı almayım, amma mən sizin bəzi şeylərinizə razı deyiləm. Amma mütləq olarsa bir gün vaxt eləyib canlı tam şəkildə aydınlaşdırıb bir müəyyən debat apararıq. Oldu mu? Əlbəttə. Oldu. Təşəkkür edirəm, çox sağ olun. Sən də sağ ol. Maraqlı diyaloq idi. Və xoş. Nail buyur, xoş gəlmisən. Vətəndaş, mikrofonu aç zəhmət olmasa. Qaçmaq olaraq deməzdim, amma böyük ola bilər ki, fizikada biraz yetərli olmasın. Qaçmaq olaraq dəyərləndirməzdim, başqa bir zaman qoşular. Ola bilsin hazırlıqlı olmadığı mövzuya, entropiya, termodinamiyə falan girildi. Bir sorun deyildir, amma elə də, belə də diyalog gözəl idi. Nail, mikrofonu aç da dostum. Açmayayım, neyse. Turan buyur, hoş gelmişsin. Ay Turan, bunlar mikrofonu niye açmır ki? Hüseyin buyur, hoş gelmişsin. Salam. Məlük. Məlük. Mən belə TikTok istifadəçisi deyiləm. Sadəcə yəni bir dostum xahiş elədi, qoşulub. Müzakirə mövzusu olaraq qara dəliyi götürürəm. Qara dəlikdən başlayaq. Qara dəlik nə əlaqə? Yəni qara dəliyin
əlaqəsini birazdan başa düşəcəyik də. Aha. Tanış da. Ha, qara dəlik elmə nə dərəcədə məlumdur? Tam olarak məlumdur. Nəyi məlumdur da yəni? Detayları məlumdur. Məlum olmayan bir neçə detay var sadəcə. O da Nədir informasiyanın məsələn? saxlanma Nəyi qanununun məlumdur? qara dəliyin ətrafında nəyə məruz qaldığını təyin edə bilməyiblər. Məlum olan nədir də? Yəni siz onu izah edin. Deyirəm ki, informasiyanın saxlanma qanununun qara dəliyin ətrafında niyə keçərli olmadığını hələ təyin edə bilməyiblər. İnformasiyanın saxlanma qanunu nədir ümumiyyətlə? Olar sizə bir sual vereyim Hüseyin qardaş. Bəli. İki nöqtə arasındakı potensiallar fərqinə nə deyirlər? Yox, siz mövzudan yayınmayın. Yəni güya Təşəkkürlər. Qurbanov, buyur, xoş gəlmisən. Axşamın xeyir olsun Sevik, necəsən? Axşamın xeyir. Sağ ol, sən necəsən? Mən çox sağ ol, təşəkkür edirəm. Mən bu dejavu barəsində danışmaq istəyirdim. Hə, beynin iki yarım kürəsinin bir-bir arasındakı bilgi gecikməsi, bilgi akışı gecikməsi. Epilepsi xəstəliklərində daha çox görünür və yorğunluq və stres halında daha çox məruz qalırsan buna. Çox sağ ol, təşəkkür edirəm. Sən də sağ ol. Xoş yayınlar. Sağ ol. Vasif, buyur, xoş gəlmisən. Salam, axşamınız xeyir Sevik bəy. Axşamı xeyir qardaş. Cəmaət maşında radio qulaq asında, mən maşın sürə-sürə sizi dinləyirəm. Nə gözəl, nə gözəl. Sadəcə olaraq bayaqları siz yuxu haqqında nə danışdınızsa, mən o dildə onu başa düşmədim o yuxu, yəni mənim dilimdə deyildi deyə mən onu başa düşmədim. Əzim, beyin fəaliyyətlərinin təbii bir yuxu yozmalar nəticəsidir. hardan çıxıb? Tamam, bəs bu yuxu yozmalar hardan çıxıb? İt görsən səni dişləyəcəklər, pişik görsən öpəcəklər. Bunları kim çıxardı? Bunlar hardan çıxıb? Əzim, zaman içində xalq arasında yayılmış mitoloji bir bilgilərdən gəlir. Yəni mitologiyadan, mifologiyadan gəlir. Spiritualizm kimi şeylərdən. Yəni bir sözlə boş şeydir. Yəni bir şeylə boş şeydir. Kimin nə başına gələcək, o yuxunun heç bir əlaməti yoxdur. Yox əzim, əlaqəsi yoxdur. Təşəkkürlər. Çox sağ ol, təşəkkür edirəm əziz qardaş, var olasın. Sağ ol. Panter, necəsən, xoş gəlmisən. Axşamınız xeyir, xoş gördük hamını. Çevik, necəsən? Çevik. Sağ olasın, yaxşı. Sən niyə qalxdın ürəyim? Aşağıda Mahmud adlı bir kişi yazır ki, 4 aydır mən hər gün istiyatıram, məni qoşmursan. Tanıyırsan onu? Bu Mahmud var. Yox. Ya bu Mahmud. Sən onu istiyatıra onu qoş görək nə deyir? Hə, deyir 4 aydır məni qoşmursan. Gör qoş görək nə deyir o sən Allah. Gəl Mahmud. Ay Mahmud dayı, canıdasan, qoşdular səni, buyur. Salam aleyküm. Danış, danış. Hə, nə yaxşı qardaş, nə yaxşı mən də qoşdum. Buyur Mahmud dayı. Gör nə deyirəm. Bu imanın yoxdur, bilirəm. Allaha imanın yoxdur. Amma sağ söz deyim. İman gətirərsən, nəsə bir Allahın möcüzəsini görsən. Hə, göydən qoyun düşsün bu dəqiqə gətirim iman. Yox, qoyun niyə? Qoyundan başqa nə çox Allahın möcüzəsi var. Məsələn, sənin indi dilin ağzını bağlayan olsa, o mənim ekranımda sən görsənmirsən axı. Hə, bax, bir Allahdan bir kimsə arzu elədi, bir seyid. Arzu elədi ki, bu kişinin dilin ağzını bağlansın. Sən də dilin ağzını bağlandı, sən onda iman gətirərsən. 100%. 100%? Hə. Onda mən gör nə deyirəm. Sən dilin ağzını bağlayacağım. Bağla. Düzdür, mən seyid deyiləm, amma bunu eləyəcəm. İnanırsan sən ona? 4 ayda bunu demək istəyirdim Mahmud dayı. Mən biabır elədik, çevik bu, özüm öv. Bir daha, bir axırda qulaq. Neyse. Nədir? Bu Mahmud dayı alkaşın biridir. Gündə bir araq içirəm. Ondan sonra amma Allah'a inanıram. Sənin kimi bir alkaşı eşidib mənim ağzımı bağlayacaq Allah ilə mənim ağzım ağlındadır.
Bəs bizim bu mollalara nədər inanmırsa bu mollalar, bu baxıcılar falanlar, bu TikTokda görmürsən o baxıcıları zadı. Bu millət hamısı bu baxıcılara ay mənim bax gör nədir? Dədəm belə hava evlənəcəm, hava ərə gedəcəm. Yəni bunlara baxmırsan sən, eşitmirsən? Yox, inanmıram onlara. Yox, inanmamaq. İnanmamaq olmaz. Mən sana bir söz deyim. Bol yemiş beylersin. Bir dənə sual verəcəm. Sən məncəm, bir dənə sual. Bu bax, yox, sən Allah'a inanmırsan, axı cavab verəməzsən. Amma mən Allah'a inanıram. Allah'ın varlığına inanıram. Amma onun nə varlığın, nə yoxluğun sübut eləyən bir adam, nəsə bir canlı yoxdur, elə bir şey yoxdur. Ki amma bu molla ki, bu cadu yazanlar, bu nə bilim bu bax belə bu bəxtə baxanlar, bunların aqibəti nə olacaq? Bax mən bunu səndən eşitmək istəyirəm. Mən cənnətə gedəcəm, onlar cəhənnəmə. Onlar demək cəhənnəm var. Onlar üçün var da. Yəni sən mənim üçün yoxdur. Səni kim götürəcək cənnətə? Bax səni götürüb nə edəcəklər orada? Həm də sən getmək istəməzsən ora. Yox, bir dəqiqə. Cənnətin də öz qanunları var, öz problemi var. Mən məsələn orada torpaq almaq istəyirəm. Bir nəfərlə danışmışam. Mən cənnətdə torpaq alacağam. Hə, yaxşı deyirsən. 2600 olsun ha bax. Üzr istəyirəm hamıdan bunu qoşduğuma görə. Nə bilim. Kupçası olsun ha Mahmud kişi. Ramana balası buyur, hoş gelmişsin. Axşamınız xeyir. Axşamınız xeyir. Mənim sizə bir neçə sualım var. Özdə mən demək olar ki 65 yaşım var. Buyurun. Mən məsələn 5-6 yaşım, 6-7 yaşım olanda eşitmişdik o vaxtı. Bizə deyirlər ki, insan meymundan yaranır. Meymundan əmələ gəlir. Sonra getdikcə, böyüdükcə eşitdik ki, Allah yaradıb, insan torpaqdan yaranıb. Ancaq siz inanmırsınız. Allah yoxdur. Yəni bu cürbəcür tayfalar yaranıb, xarici millətlər, cürbəcür insanlar da, millətlər yaranıb. Bunlar necə yaranıbdır? Məsələn, Qurandır necə yaranıbdır? Ancaq ki, sən deyirsən ki, Allah yoxdur, yaxşı yoxdur. İndi mən də eşitmək istəyirəm, sualıma cavab istəyirəm ki, bu Quran necə yaranıb? Qurana inanırsınız. Ancaq Quranda surələr var. Mən o surələr narahat olanda, o surələri oxuyanda rahat oluram, sakitləşirəm. Yəni, ben de Graf de Monte Cristo oxuyanda rahat oluram, sakitləşirəm. Hə, sən indi deyirsən ki, Allah da yoxdur. Bəs bu millətlər necə yaranıb? Tayfalar. Məsələn, Təkamül eləyib. Quran necə yaranır? Quranı da ərəblər yazıb. Ərəblər yazıbdır. Yəni deyirsən belə yaranıb da hər şey. Bəli. Valla bizim o güclü dindarlarımız var. Ancaq bilmirəm sənlə niyə bunlar danışmır, mənə çatmır hələ. Qorxurlar. Dindarlarımız var. Sənlə niyə üz-üzə durmurlar? Bir dənə mənə o çatmır. Bir də ki, sən Allah'a inanmasan da yer üzündə bütün müsəlmanlar var. Hamısı Allah'a inanır. Bir dənə onu bilirəm. Yaxşı, sağ ol. Sağ ol. Zahur buyur, hoş gelmişsin. Ay Zahur kardeş. Zahur. Salam Çevik Bey. Aleyküm. Vaxtınız xeyir. Çevik Bey, olar sizdən bir şey soruşum. Ümumiyyətlə, kosmologiya, mən biraz rus diliyəm. Kosmologiya haqqında nə danışa bilərsiniz? Ne kosmolojiya sözüm? Kelam kosmoloji argumenti mi deyirsən? Fine tuning mi deyirsən? Ne deyirsən?
kosmoloji argument. Kəlam kosmoloji argument. Bəli. Çoxdan sürüyüb. 100 ildən çoxdur. Nədir kosmoloji argument? Bilirsən heç olmasın. Deyil, onu deyə bilərsiniz mənə. Yox, kosmoloji argumentdən gəlməmsən. Qardaş mırta qoşulub. Yox, mırta yox. Qardaş, kosmoloji argument nədir bilirsən? Onu bilmirəm, amma deyə bilərsiniz mənə. Yox, ged oxu. Teşekkürler. Avtozerker mikrofonu aç zahmet olmasa buyur. Salam Çevik, salam, necəsən? Yaxşıyam, sən necəsən? Çox sağ ol, Allah səndən razı olsun. Çevik, mən buradan bu bütün dindarlara, dindoşlara tövsiyəm odur ki, necə ki Çevik kimi bir insan bu dəqiqə çıxıb, neçə min kütləni özünə cəlb eləyib, daha doğrusu desək ayıldıqdır. Yəni bunu bacarıbdırsa, o vaxtda Məhəmməd Peyğəmbər də bunu bacarıbdır da. Yəni bu miflərdir, dinlərin hamısı uydurmadır, insan beyninin məhsuludur. Tövsiyə eləmirəm heç kimə. Teşekkürler Azim, sağ olun, teşekkürler. Amma yaradan var da Çevik, hər şeylə razıyam. Bir dənə yaradan barəsində. Nəsə naça var. Səncə hardadır? Hardadır? Naça var. Bax, Big Bang-i də deyək də, yəni bu naçalan da fikirləşən var. Bu hamısı düz qoşulunubdur. Teşekkürler Azim, var olasın, çox sağ ol. Sağ ol, sağ ol. Allah'ın kulu buyur, hoş gelmişsin. Salam Melike. Melike. Ben özüm dindarım. Sizin bu videolarınız karşıma... Dini darsan. Sizin bu videolarınız karşıma çıktı. Deyirsiniz ki insan tekamülden yaranır. Yaxşı bir ölmüş insan ne bilir tekamül birliği yaranmır. Çünkü ölür, enerji değişir, forması değişir. Bir de tekamüllesin bunu. Niye eləyir də zaten? Eləmir axı. Ölünsə dirildən ne dirirsin sen? Göbeleğe dönür, kartofa dönür, badımcana dönür. Dindar ki dindar. Dedim Bir de dirilsin ha. dindar dönür, bu dini dardı. Aygaka, Aykele. Bak, insan öldü. Başka bir enerji formuna dönüşür. İstiliği enerjisi, yandırırlarsa olur istiliği enerjisi. Bastırırlarsa olur kübre. Yerəm ağzıma gələn danışırsan, bu pul qazanmaq istəyirsən, bu reytingdən. Yekə oğlansan, özünü görüşdür, buna hərəkət edirsən. Allah yoxdur, nədir? Pul qazanır, hələ pul qazanır. Sevik, bura bir dənə altın sualım ver də. Vereceğim. Ay şey Allah'ım. Abi yani yekə oğlan demişken sen sesinden anlatılır. Aygaka. Yekə oğlansan demək deyirsən bile. Ay qulaq as da. Mən elə şeylər deməyim, mən əksinsə meyilliyəm, sənə bilmirəm. Sən elə sifətinə baxanda görünür o. Əksinsə meyilli yoxşursa, ne belə, əksinsə. Sən danışırsan, əksinsinə sən danışırsan, mən danışmadım, heç o söhbətin sən danışırsan. Əksinsə meyillisən də sən də. Ay, yekə oğlansan, burada da cəmaatın başını xarab eləmə. And içə bilərsən ki, əksinsə meyilli də olsan. Deyirəm otur, burada yekə oğlansan, burada cəmaatın başını xarab eləmə. Sualıma cavab ver də, yekə kişisən, deyirəm əksinsə meyilli olmadıq, mən içə bilərsən. Sən burada nə vəkiliyyətsən burada? Yox, mən deyirəm ki, sən əksinsə meyillisən. Ha, mən sana sual verdim, sən mənim sualıma cavab verə bilmirsən. Sən nədən asasın? Gələ, deyirəm əksinsə meyillisən də olsan. Yekə olacaq, qanacaq məhfiyyətin olsun. Allah yox, o sözü yığışdır. Pul qazanması sən normal pul qazan. Başa düşürsən, sən burada reyting yığırsan, pul qazanırsan. Amma düzgün qazanmırsan, Allah yoxdur. Bax, Ziko buyur, hoş gəlmişsin. Bax, bu tip insanlarla şimpanziyə, bonoboya nə fərq var? Heç bir fərq yox. Yox. Ay Ziko, mikrofonu aç görək zəhmət olmasa. Ay Ziko. Ziko. Danışmır, göndərdik. Ama aşağıda elə bil ki, bir kapitan gördüm. Gördüğüm kapitan bizim kapitandı görürsən.
Bay Aliyev buyur, hoş gelmişsin. Mikrofona zahmet olmasa. Salam aleyküm, axşamınız xeyir Sevik bəy, necəsiniz? Akşamınız xeyir. Sağ ol dostum, sen ne desen? Allah'a şükür yaxşıyam. Mən sizin fikirlərə ümumiyyətlə hörmətli yanaşıram. Hər şey gözəldir, əladır. Prosto bu yaradıcı yoxdur deyər. Belə bir şey yazmışsınız. Allah Taala yoxdur da. Bir dənə buna razı deyirəm. Yəni bu belə bir şey deyimsə, indi bu Allah Taala Quran-ı Kərimdən əvvəldə, yəni yaradıcının olduğu deyilib. Yəni Quran-ı Kərimdən əvvəldə. Yəni ərəblər yazmamışdan qabaqda belə bir şey var idi. Rahatsızı yəqin məndən. Hə. Hə, bəs yəni niyə görə siz bunu indi Quranla bağlayırsınız ki, yəni Allah Taala yoxdur, sırf Qurandan, ayələrindən filan sübut edirsiniz. Yəni oradan yanlışlar gətirirsiniz, daha əvvəldən danışmırsınız. Ayəsi də sübut eləyə birlikdə. Yəni oradan gətirirsiniz ha sübutlar. Niye bilirsən? Yəni oradan dini pisə yozursunuz. Niye bilirsən? Niye bilirsən? Mən sizə sual verirəm da, mən bilmirəm. Mən savadım yoxdur. Ayso. İndi məsələ bundan ibarətdir. Sən Allah tərifini Quran xaricindən gətir, Qurana dəxil olmadan isbat eləyək, nə var nə yox. İndi belə bir şey deyim də, bu qədimdən gəlib də, babalarımızdan gəlib də belə bir şey bizə. Əzim, sənin babalarından nə gəlib, məzərrə qədər marağımda deyil. Allahı Quran niyə xaricində maraqlı deyir? Məsələn, sən vicdandan danışsan, qeyrətdən danışsan. Teşekkürler. Erel buyur, hoş gelmişsin. Kardeş salam, axşamınız xeyir olsun. Akşamın xeyir. Kardeş, bu başka şeyler maraqlı deyil. Bir dənə bu arkadaki kitaplar maraqlıdır. Bunların hamısını oxumusan sən? Oxumuşam, amma orada kitab azdır. Bundan çox oxumusan? Hə. Bir də ən maraqlı sual bilirsən nədir? Sən elə əvvəldən, doğuşdan bu inancla yaranmısan? Yəni Allaha, Tanrıya heç nəyə inanmamısan? Yoxsa sonradan səndə olubdu bu? Sonradan əzdim, amma İslam dini mənsub olmamışam. Əvvəl bir Tanrıya inanırdım, panteistiydim. Səni nə inancından döndərdi? Nə inancından döndərdi? Yesibet istədim, vermədi. Velosiped istədin, vermədi? Velosiped yox, yesibet. Hə, bəs sənə belə bir sual verim. Görmək üçün bir dənə atika alırsan, 60 manat qiyməti var. Allah Taala sənə o boyda göz verib, bəlkə də milyonlarla, milyardlarla qiyməti var. Onu niyə danırsan ki? Qol verib, ayaq verib. Bildim, bildim. Görmürəm axı yenə də. Görmürsən sən bu dəqiqə? Allahı yox. Vallahi görmək o qəlbdədir də, sevirsən, bilirsən, hiss eləyirsən. Sən qəlbinlə sevirsən, hə? Belə Allahı elə mən doğuluşdan mənim içimdədir Allah, ürəyimdədir, ağlımdadır, qəlbimdədir. Bildim, ürəyinlə sevirsən Allahı. Deyirəm də, ürəyimdədir, ağlımdadır, qəlbimdədir, hər tərəfli. Səndən İraq ürəyi götürüb yerinə plastik ürək qoysalar nə olacaq? Onda harası ilə sevərsən? Plastik ürək qoyurlar ümumiyyətlə, elə bir şey var. Hə, qoyurlar, sən ayılmamısan. Sən 1400 ildir qərar verə bilməmişsən. Orucu nə ilə pozurlar, nə pozur orucu, amma cəmaət plastik qət düzəldir. Nə bilim, olar. Bil də. Maraqlı olan o idi, görüm əvvəlcədən sənin inancından nə döndərib. Sağ ol, təşəkkür edirəm. Gecən xeyrə qalsın. Sağ ol. Ürəyindən müğayyət ol. Sağ ol. Narahat olma, sən də özündən müğayyət ol. Yaxşı. Sadiq buyur, xoş gəlmişsən. Salam Çevik bəy, necəsiz? Yaxşıyam, sən necəsən? Çox sağ olun. Siz deyirsiniz ki, bu insan təkamüllə əmələ gəlib də. Bəs indi o təkamüllə yeni nəsillər əmələ gəlmir? Gəlir. Biz görmürük axı onu. Nəyi görmək istəyirsən? Yeni nəsilləri. Hansı nəsillər? İnsan mı? Bəli. Yeni nəsilləri görürsən də zaten. Səndən 5 qat IQ-su yüksəkdir. Yüksək diyor, onlar başqa yolla dünyaya gəlib də. Başqa yolla zaten söhbəti deyil. Evlənmək yolla. Genetik şəkildə oturmuşsan. Bildim, başa düşdüm. Bir də dindarlara verdiyim sual. Onlar mənə bir dənə ayə açıb göstərib ki, əvvəl deyirlər ki, Allahın yeri bilinmir, göydədir, yerdədir, heç yerdə bilinmir də yeri. Amma bir dənə ayədə açıb göstəriblər, ayə mənim yadımda qalmıb. Orada yazılıb ki, o əli ilə dünyanı tutub saxlamışdır.
Buna nə deyə bilərsiniz? Mən? Yox, hə, nə deyə bilərsiniz də buna? Onlar deyir ki, yeri görməmişəm bilinmir. axı. Allahın yeri bilinmir. Yox, ayədə mənə göstəriblər. Bilinir axı yeri. Demişlər, Ayədə deyir ki, Allahın yeri ərşdədir. Yox, özüm oxumuşam, amma surə yadımda qalmır hansıdır. O dünyanı bir vaxt sanki tutub saxlamışdı. Bunu başa düşmək olar. Amma aydın yazılıb orada ki, dünyanı əli ilə tutub saxlamışdı. Biləm onda Yoxdur, Allahın yeri ayət. bilinir hansı ölkədir. Əzizim, yoxdur elə bir ayət. Təşəkkürlər. Amma oldu, sağ ol. Sağ ol. Cevik gecən xeyrə qədər. Xeyrə qarşı ol, xeyrə qarşı. İdmançı buyur, xoş gəlmisən. Salam, salam. Bir daha gözlə gələm, zəhmət olmasın. Əlbəttə. Mafiya babası. Salam, necəsiz? Görürüz baba. Sağ ol əzizim, sən necəsən? Sağ ol, sağ ol. Gələnlər danışsın, mən də fikrimi bildirib düşəcəm. Salam aleykum. Yaxşı. Mələkçi, milliyyətçi qardaş. Qardaş, axşamınız xeyir. Axşamınız Mən Azərbaycanda deyiləm, bütün Azərbaycanlılara hər kəsə salam deyirəm. Mən gördüm sizin bu burada da yan canlıda gördüm, Allah yoxdur yazmısınız. Sadəcə olaraq mən nə demək istəyirəm? Kiçik günahlar var ki, bilməyərəkdən o günahları işləyirik. Məsələn, hansısa bir söz işlədəndə diqqətli olmalıyıq da. Məsələn, südün içində bilirik ki, süddən nələr hazırlanır, amma biz orada yağı da görmürük, pendiri də görmürük, şoru da görmürük. Sən görərsin. Yox, biz onu görə bilmirik. Onu sonradan emal olunur. İndi bir söz deyim, sizə mən bir sual verirəm. Baxın, qardaş, indi danışırıq da. Məsəl üçün, sizdən bir dənə, məsələn, sağa sola çönüb baxırsınız da, o elədiyiniz hərəkəti necə eləyirsiniz, onu mənə bir dənə izahını verə bilərsiniz. Cerebellum korteksdə tətiklənmə gəlir. Tətiklənmənin səbəbi limbik sistemdə, duyğu davranış sistemlərindəki sinaps ateşlənmələridir. 6 reseptor eyni vaxtda ateşlənəndə cerebellum korteksə tətikləyici impulslar gedir. Bu impulslar mərkəzi sinir sistemi ilə əzələ sisteminə koordinasyon və təlimat verir. Bunu qoyduq qurağa. Anlamazsan, boş ver. Sən milliyyətçisən. Niyə anlamıram? Bizdə dəqiqə, niyə anlamıram ki? Sən bilirsən mənim korteks nə işə yarayır? Yox, bir dəqiqə. Mənim təhsilim bilirsən. Umurumda belə deyil əzizim. Təhsilin nə olduğu marağımda deyil. Sadəcə sual verdim. Cerebellum korteks nə işə yarayır? Yox, indi sən onu mütəxəssissənsə, onu oxumusansa, Ay sol qardaş, mən buna görə səni qınamıram da. Ona görə dedim anlamayacaqsan. Məsəl üçün mənə birisi gəlib hər hansı bir mühəndisliklə bağlı bir sual versə, mən də bilməyə bilərəm. Burada bir sıxıntı yoxdur. Hər kəs hər şeyi bilməyə məcbur falan deyildir. Məsələ bundan ibarət deyil. Sadəcə milliyyətçi olub olmadığını soruşmaq istəyirəm. Bəli, mən milliyyətçiyəm. Nə cür bir milliyyətçi 632-ci ildə 120 min türk kişisinin öldürülməsinə və 40 min türk qadınının cariyə olaraq satılmasına halallıq verir? Qardaş, mən 632 il bundan əvvəl olan hansısa bir mən o dövrdə yaşamamışam və yaxud da ki Ərəblərdən söhbət gedirdi. İslam dininin Mavirin Nehrə Türkistana gəlişindən danışırdım. Bildim. Mən bildim söhbət nədən gedir. Yəni mən dediyim odur ki, mən vətənim üçün, millətim üçün yəni çox şeylər eləmişəm. Bunu bilən bilir də. Yəni mən millətçiyəm. Bəli, mən millətçiyəm. Yaxşı eləmişsən. Amma mən sənə bir dənə sir verim qardaşım. Buyur qardaş. Ya türk olursan ya müsəlman, ikisi bir arada olamırsan. Qardaş, türk müsəlman deyil. Xeyr deyil. Kim deyil? La ilahe illallah deyən hər kəs Allahın varlığını təsdiq edən hər kəs müsəlmandır. Ya türk milliyyətçisi olursan, ya da müsəlman. İkisi bir arada olmur. Səbəbini desən, deyim sənə. Ona görə ki, mənim qardaşım, İslamiyyətdə milliyyətçilik yoxdur. Ümmətçilik var. Və o ümmətçilik anlayışı dönən İsrail sənin əsgəri və güllə atan erməni qəsbkarını sənə qardaş eləyə bilər. Nədir o tövbə eləsə, İslama gəlsə. Başa düşdün qardaşım? İslamda elə bir şey var. Yaxşı, bugünkü günü var, bəli, möminlər bir-biri ilə qardaşdırlar. O zaman sənə sual verirəm. Sadə bir şəkildə tövbə eləyən, İslama gələn bir erməni sənin üçün qardaş olmalıdır. Bu necə bir milliyyətçilik? İndi bir söz deyim. Əgər bunu Quran deyirsə, bunu peyğəmbər deyirsə, mən ona nəsə deyə bilmərəm. Amma mən həqiqətən də milliyyətçi olduğumu indi tanıyan bilən bilir ki, mən sırf, yəni mən milliyyətçiyəm qardaş.
Yəni mən kimsə deyir ki, mənim Mən səni ona da başa bu düşdüm, hörmətim var, qardaş. buna da Sənin hörmətim var. səmimiyyətivə şübhə eləməyə çalışmıram. Sadəcə bilirsən nə etmək istəyirəm. Sən özün özünə şübhəli yanaşmayasan deyə demək istəyirəm və bu pis mənada davranış göstərmək deyildir. Kibirli ya da eqolu bir davranış da deyildir. Başa Ya qəbul eləyirsən, yəni real, dürüst, intellektual dürüstlük nümunəsidir bu. Ya sən özünə türk deyirsən ya da müsəlman. Çünki ikisi bir arada olan şey deyil. Ona görə ki, İslamda milliyyət anlayışı yoxdur, ümmət anlayışı var. Dolayısıyla səni ərəbə də qardaş eləyir, ərəb mömininə də qardaş eləyir, Libnan mömininə də qardaş eləyir, Fələstin mömininə də qardaş eləyir, İran mömininə də qardaş eləyir. Yəni demək istədiyim budur ki, bir-birindən ayrı anlayışlardır. Gəldi ikincisinə. Bir türk milliyyətçisi türk törəsindən üstün heç bir şey tuta bilməz. O türk törəsi ki, sənin kitab dediyin, anlayış dediyin, din dediyin şeydən 500 qat daha önəmli və daha kritik keyfiyyətli dəyərlərə sahibdir. Başqa nə deyim mən sənin üçün? Yəni mənim dediyim odur ki, qardaş, siz savadlı ola bilərsiniz, hansısa bir sahə üzrə nələrsə sübut eləyərsiniz, təsdiq eləyərsiniz, kimlər, amma Allah yoxdur sözü olmur da qardaş. Belə olmur. Mən onu demək istəyirəm. Mən bir dənə söz deyim. Məsəl üçün siz bayaq izahını verdiniz, dediniz ki, belə falan. İndi bugünkü günü hava zərrələri ilə. Mən oturmuşam, məsəl üçün, mən hal-hazırda Azərbaycanda deyiləm də, xaricdəyəm. Mən buradan ora, biz danışırıq, bir saniyədə mənim səsimi siz eşidirsiniz, sizin səsinizi mən eşidirəm. İndi bunu gəl telefonla, şua ilə, hardan, hara qalxdı, Sputnikə, oradan ora məlumat ötürdü, nə tər getdi, gəldi. Bunu Quran başqa cür açıqlayır. Huva nöqtəsi deyirlər buna. Amma bunu elm, kimsə bunu araşdıran ona bir ad qoyubdur. Yəni, bu Allahın, insan özü bir möcüzədir, qardaş. İnsan özü bir möcüzədir. İnsan gücü qarşısında durub özü-özünü tanısa, bizim istədiyimiz hər bir şey, bizdə sadəcə olaraq ixtiyar var, istək var. Biz istəyirik. Amma etdiyimiz hansısa bir hərəkəti orqanizmdə, bədəndə baş verən bir proseslər var ha. Məsəl üçün, onlardan yetəri qədər bizim anlayışımız yoxdur, qardaş. O gedən proseslərdən. Sənin yoxdur, qardaşım. Qardaş, var, mən var. Mən müəyyən qədər dini İslamı da bilirəm. Müəyyən qədər də, yəni özüm müəyyən qədər də, yəni bilirəm. Amma dövlətimə, millətimə sadiq insanım. Mən milliyyətçiyəm, bəli. Niyə də milliyyətçi olmuyum? Niyə milliyyətçiliyi Azərbaycanda aradan çıxardıblar, üstünə neçə dənə ad qoydular? Başqa hər kəs milliyyətçidir. Millətini sevir, millətini düşünür. Ağa, nə milliyyətçisən? Türk milliyyətçisi? Bəli, bizim kökümüz türkdür. Dostum, görürsən? Əla. Mən də sənə deyirəm ki, ya türk olursan, ya müsəlman. İkisi bir arada mümkündür. Türk millətdir. O millətin də inancı var. Əgər bir tanrıya ehtiyacın varsa, özümüzdə zaten çeşit var. Bax, əgər bir tanrıya ehtiyacın varsa... O demək deyil ki, mən ərəb olmalıyam. Əzizim, bax, tanrıya, Allaha da yox, tanrıya inanmaq başqa bir şeydir. Ərəbin bütünə inanmaq başqa bir şeydir. Bir-birindən ayrı şeylərdir. Yox, mən nətəri, belə deyim də, mən ərəb deyib, ərəblə, yəni bizim hər kəsin, məsələn, neçə dənə din var da, hər birində parçalanmalar var. Biz müsəlmanıq, İslamı qəbul eləmişik, qardaş. Bu Quran bizə hər bir şey. Qəbul eləməmsən, kəsə-kəsə qəbul elətdiriblər sənə. İndi biz gözümüzü açıb belə görmüşük. Nənə babalarımız. Quran bizə hər şeyi verir dedin. Soruşmaq ayıb olmasın. Bizim nənələrimizə, babalarımıza türk qadınına layiq gördüyü şeylərdən bir 5'in sayda mənə. Qardaş, indi bizim nənə babalarımız, belə deyim, indiki... Mən nənə babalarımın soy kökü ta Tomris'e qədər gedir çıxır. Mənə bir dənə türk qadınına göstərdiyi hörməti bir dənə izah elə də Quran səviyyəsində. Görək, Quran, İslam türk qadınına nəyi layiq görür? Qardaş, türk qadınına deyəndə orada hansısa iminli, hansısa millətin qadınından getmək söhbət. Mən də səndən soruşam, hansısa millətin qadını mən zərrə qədər marağımda deyil. Amma mən də sənə deyirəm ki, at belində döyüşə çıxan türk qadınına nəyi, cariyəliyi mi layiq görür? 4 arvadlığı mı layiq görür? Az yaşlı ikən evləndirilməyi mi layiq görür? Tarlı olmağı mı layiq görür? Döyülməyi mi layiq görür? Hamısı ayətlə sabit daxil, qardaşım. Yox, mən bir söz deyim da. Alınıb satıla bilən bir şey olmağı mı layiq görür? Yox.
Yox, mən o şeylərə qəti mən o şeylərlə razı deyiləm. Bir də Əzim, razı olmadığın İslam şeylər adı dediyin altında- şeylər Quranın daxilindədir. Yox, bir söz deyim də. Qurandan istifadə edib, mən sizə bir söz deyim, bir dənə bunu haşiyə, bir dənə xırda bir şey deyim, çox vaxtınızı da almayım. Qurtlar Vadisi kinosuna hamımız baxmışıq da. Hələ 2006-2007-ci illərdə orada Amerikanı təmsil edən Aaron Fellerlə Yahudini təmsil eləyən Şamodu, Şamir, axırı, Şamir adında biri. Bu ikisinin bir dənə kiçik bir dialoq orada söhbəti gedir. Qayıdır Amerikanlı deyir ki, Yahudiyə, İsrail, güya da İsrail təmsil edən kimsə bir adam. Deyir ki, mən indən sonra Quranı əlinə alır, deyir, mən bununla deyir, hücum edəcəm. Deyir ki, necə hücum eləyəcəm? Deyir ki, bir dənə qardaşım, üzr istəyirəm. Bir dənə bunu deyim də, bir dənə bunu deyim. Deyir ki, mən indən sonra müsəlmanlara Quranla hücum edirəm. Deyir, mən, Yahudi da deyir ki, mən Quranı aradan qaldırmaqdan ötürü hər şeyə əl atıram. Sən deyirsən, Quranla hücum edəcəm. Deyir, Quranı deyir, mən istədiyim kimi yazacam. Bugünkü günü, qardaş, media, bütün internet, bütün kimlərin əlindədir. Kimi necə istəsə o formada da yönəldir. Sadəcə olaraq bir qalan şeyimiz nədir? İbadətimizdir. Ona da gəl nəsə bir şey deməyək də. Allahımızdır. Ona da gəl nəsə deməyək. Ay qardaşım, sən kinoya hansı istiqamətdən baxmısan bilmirəm. Orada yaxşı olmayan tərəf elə Poladın tərəfi. Yəni bugünkü günə gəlir çıxır da, həmən bugünkü günə gəlir O çıxır. filmin apardığı geosiyasi dəyərləndirmə Poladın olduğu tərəfin rəzil olaraq, rəzil bir tərəfdir. Bu bir. Biləsən, xəbərin olsun. Çünki bidət və kim olur olsun xidmət eləyəcəm anlayışı yoxdur Türk törəsində. Xəbərin olsun. O kinanın qəhrəmanı zadı deyil Polad. Rəzil bir tərəfidir. Onu qoyduq qırağa. İndi gəldik məsələyə. Mən Poladdan danışmadım. Əzizim, İslam birliyi deyə bir birlik yoxdur. Olası da deyil. Niyə bilirsən? Çünki bir mərkəz diskriminasiyaya meyillidirsə, sən oradan bir birlik çıxarda bilməzsən. Başa düşdün? Bax, mən sizə bir dənə sadə bir şey deyim. Karamanlılar İslam'a keçməmiş olsaydı, Selçuklular, Osmanlılar İslam mənsubu olmamış olsaydı, bugün dünyaya hökm eləyərdi. Xəbərin olsun. Bir söz deyim və bir daha deyim. Qarış, bu qurtardınsa bizə danışalım. Sağollaşırıq qardaşlar. Başka bir şey var qardaşım. Heç sağ ol. Allah köməyin olsun. Prosta mən gördüm, dedim bir zəng edeyim, bir fikrimi deyim ki, yəni bayaq dediyim kimi də, yəni kiçik şeylər var ki, biz bilməyərəkdən işlədiyimiz günahlar olur. Əzizim, bugün sənə yerləşdirməyə çalışdıqları, cəmaatı yerləşdirməyə çalışdıqları yaşıl İslam dedikləri, siyasal İslamın oradan gəldiyini, kontrgerillanın nə olduğunu, NATO'nun niyə var olduğunu, 80'lerin sonuna qədər qızışan soyuq savaşın nə olduğunu, bunların hamısını bilmədən bu siyasal İslam söhbəti eləyə bilməzsən sən. Və bunlar yaxşı. Mən bilirəm ki, İslamı gətirib hara gətirib çıxartdılar? Siyasətə gətirib çıxartdılar. Səndən rica edirəm. Birinci rica edirəm ki, sizə tələb edirəm. Bu MHP milliyyətçiliyini buradan uzaq tutun. Təşəkkürlər. Nətər yəni? Salam əleykum. Əzim, MHP milliyyətçiliyini Bahçeli ilə bir yerdə buradan uzaq tutun da. Başqa heç nə demirəm mən sizə. Anladın sən nə demək istəyirəm. Ampul kafaların bu ölkədə milliyyətçilik yayması kimsə cümlə edəcək. Təşəkkürlər. O tərzdə bir milliyyətçilikdən gedir söz. Yo, mən o tərzdə yo. Mən burada xaricdə, mən burada Azərbaycan üçün, Azərbaycanlar üçün. Ülkə ocaqlarındasan. Çox, nətəri? Ülkə ocaqlarındasan. Mən deyirəm ki, mən Azərbaycanda deyiləm, Qıraqdayam. Burada da Azərbaycanlar üçün. Qıraqdakı, oradakı ülkə ocaqlarındasan. Yo. Mən burada işim gücüm var. Burada da kim mənə nə üçün müraciət edibsə, nə vaxtsa ağız açıbsa, gücüm çatanla, bacardığımdan kimisə atqaz eləməmişəm. Hansı ölkədəsən əzizim? Mən hal-hazırda işlə bağlı Vilnusa gəlmişəm. Hal-hazırda işlə bağlı. Amma belə Avropadayam. Hansında? Hansı ölkədə? Tam olaraq mən deşifrə oluna bilmərəm axı qardaşım. Mənə bax, Avropa bizi qısqanmır ha. Avropa niyə qısqansın ki bizi? Təşəkkürlər, sağ olasın. Məncə anladın səni. Allah amanda. Sağ ol. Salam.